Ünvanlı sosial yardım təyin olunarkən istismara yararsız avtomobillər nəzərə alınmır. Manset az məlumat verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında deputat Əli Məsimli bildirib. Deputat deyib ki, 285 manat ehtiyac meyarı əsas götürülməlidir. Gəlirlər 285 manatdan aşağıdırsa həmin adamlara ünvanlı yardım təyin etsinlər, həmin adamları get-gələ salmasınlar. Ünvanlı sosial yardım təyin edilməsi şərtlərinə yenidən baxılması ilə bağlı təkliflər Ombudsmanın illik məruzəsində də yer alıb. Bu əlavə edib ki, şəhid ailələri üçün indiyə qədər 15 mindən çox mənzil və fərdi ev tikilib, təhvil verilib. Bu il və növbəti ildə siyahıda olan bütün şəhid ailələrinin mənzillə təmin edilməsi üçün imkan var. Qaldırmaq istədiyim başqa məsələ 20 il hərbi xidmət keçən şəxslərin mənzillə təmin olunmasıdır. Belə ki, hazırda yalnız orduda xidmət keçən şəxslər mənzillə təmin edilirlər. Başqa qoşun növlərində xidmət edənlərin də mənzillə təminatının önəmli olduğunu düşünürəm. Əli Məsimli qeyd edib,